Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Əli Kərimin Qaytar ana borcunu şeirindən danışacaq. Əli Kərim bildiyiniz kimi çox gənckən həyata vəfat edib, vida edib və sağlığında dəyərini almamış, qiymətini almamış şairlərimizdəndir. Möhtəşəm bir istedad sahibi olub və qürurlu bir şair olub. Kimlərinsə qılıncının altından keçən bir şair olmayıb və dillər əzbəri olan, qısa ömrünə rəğmən dillər əzbəri olan şeirləri var. Həmin şeirlərindən biri də Qaytar ana borcum. Əvvəlcə şeiri bir dəfə səsləndirim, sonra şeirdə yazısının demək istədiyi fikirləri təhlil edərik. Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd uğursuz günü. Ərinin öldüyünü bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə, lakin nə saç yolaraq verdi əsən küləyə, nə şivən itdi ana. Ürəyində ağlayıb gülmək öyrətdi ona. Dözərək davanın da dərdinə, bəlasına, öz boğazından kəsib yedirdi balasına. Bir oğul böyütdü ki, gur, satmaqaş gensinə, bir oğul böyütdü ki, oğul deyirəm sən. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, oğul instituta qızıl medalla girdi. Ana fikirləşdi ki, gör neçə aya getdi. Ana yuxusunda tez-tez Bakıya getdi. Ana məktub yazdı ki, yanıtma gümanımı, pul nədir, pul deyirsən, göndərərəm canımı. Nə zaman ki, oğlunun getdiyi 4 il oldu, məktubları kəsildi. Gəlim, tətil oldu. Ananı fikir aldı, ananın nəsli dizi, ana müqəssir etdi tramvayı, dənizi, o yenə dözdü, durdu, o yolmadı saçını. Səslədi qonşuları əsmər çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi. Onlar oğul vermədi, onlar təsəlli verdi. Məktub dalınca axdı, Bakıya axdı. Ana da məktubların dalınca baxdı, baxdı. Məktublarsa Bakını dolandı, gəzdi, gəldi. Məktublar əzi yüzük, məktublar bezdi, gəldi. Ana yenə də baxdı gah dolama yollara, gah da oğul boyuna həsrət qalan qollara. Ana oğul böyütdü, gür çatma qaş gensinə, ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən neynəmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu? Oğul böyütdü mü o büzmə dodaq bir qıza? Oğul böyütdü mü o min işvəyə min naza? Ana bilsəydi əgər böyütməzdi oğlunu. Yox, bunu yandım dedim, yaratmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana. Ürəyində ağlayıb, gülmək öyrətdi onu. Oğul, nədir etdiyim bəs bu haqqı say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün, qaytar onun saçının qaralığını geri, qaytar onun dilindəki şirin-şirin sözləri. O sözü, o söhbəti, gülüşü anam verib, ana dodaqlarından bala dodaqlarına, indi ondan gen gəzən oğul ayaqlarına yerişi anam verib. Qaytarsan o sözləri, sözsüz bir lallarsan. Qaytarsan o yerişi yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha. Qaytar, qaytar onları, qaytar, qoyma sabaha. Sən ki dərd verdin oğul, sənə gülüş verənə, oğul demərəm sənə. Deyirəm ki, o boyu buxunu qaytar geri. Deyirəm ki, varını, yoxunu qaytar geri. Qaytar onun borcunu. Gülüşünü, adını, sözünü qaytar geri. Qaytar ana borcunu. O borc sənin özünsən. Özünü qaytaracaq. Demək, dəyərli dinləyicilər, şeirlə tanış olduq. Burada nələrə diqqət yetirmək lazımdır? Anasının qədrini bilməyən, anasını unudan, əli çörəyə çatandan sonra ananın haqqını verməyən, adi bir insanlıq haqqını verməyən bir oğul obrazı yaradılıb. Düzdür, oğlun özü burada iştirak eləməsə də, amma oğlun bizim beynimizdə tam bir obrazı yaradılıb. Şair hətta onun biraz acıqdan, biraz hirsdən, hikkəylə deyir ki, səni həyat yoldaşın üçün mü böyük? Sözsüz ki,
analar övladlarını bir qadın üçün, yəni oğlunu bir qadın üçün, qızını bir kişi üçün böyüdür. Amma ananın haqqını verməmək, ananın borcunu verməmək, hətta burada borcdan söhbət getmirik, ananı gəlib görməmək, ananın bütünlüklə üstündən xətt çəkmək, sözsüz ki, bu insanlıq adına yaraşmayan bir şeydir. Burada bir məsələni də toxunum, analarımız üçün, atalarımız üçün deyim. Bir oğul əgər səni bu cür saymırsa, hardasa sən səhv buraxmırsan. Yəni, onun burada deyir, ha, oğul atasının öldüyünü ona deməyib, bildirməyib, içində çəkib hər şeyi. Öz boğazından kəsib yedirib. Bəli, öz boğazından kəsib yedirərik yaxşı atanı. Amma o qədər ərköyün böyütməz ki, 4 ildən sonra əli ehtiyacdan və ehtiyacdan qutarandan sonra ananı saymayasan. Bu bir ibrətlik bir şeirdir. Bu, yəni bütün belə deyək, ərköyün böyüdülmüş, atasının, anasının qədrini bilməyən, istənilən övlad üçün görk olacaq bir şeirdir. Yenə bu şeir sevgi ilə yazılmış bir şeir. Yəni bu müəllifin dilindən, şairin dilindən verilmiş olsa da, o elə bir ananın müdafiəçisi kimi çıxış edir, həm də ananın hisslərini yaşayaraq, yəni o qətiyyən oğlu üçün, hətta öz dilindən belə deyir ki, ana bilsəydi əgər böyütməzdi oğlu, sonra bilir ki, bir ana övladına o cür deməz. Ona görə deyir, yox, bunu yandım dedim, yenə atmazdım. İbrətamiz bir şeirdir. Kənd həyatından qopub getmiş, şəhəri görüb, əli çörəyə çatandan sonra ailəsini, atasını, anasını saymayan, xüsusilə anasını saymayan, ataya bir yön var, ata kişidir. Saymaz, o da onu heç saymaz, amma bir qadını saymayan, övladsız, tək oğul böyütmüş biri, ananı saymayan oğul üçün çox xəcalətli, ayıb bir haldır, vəziyyətdir. Amma şair şeiri çox gözəl yekunlaşdırır, deyir ki, özünü geri qaytar. Yəni, bunun başqa variantı yoxdur. Yəni, ana sənə acıq eləyəcək, sənə qarğıyacaq halı yox. Sənin bir dənə yolun var ki, səhvindən geri dönəsən, yəni ananı gəlib yoxlayasın. Burada ana səndən çox şey istəmir. Burada tüm təriflərlə verdiyim hissə, gör neçə aya getdi, yanıtma gümanımı, pul nədir, pul deyirsən, göndərərəm canımı, bir də mən neynəmişəm sənə, bu nə oğulluq oldu, bu nə məhəbbət oldu. Bu ifadələr ananın dilindəndir, yerdə qalan bütün şeir büsbütün müəllifin dilindəndir. Orta məktəbdə oğul böyütdüm o, büzmə dodaq bir qıza, oğul böyütdüm o, min şübhəyə min nazar ifadəsi bu iki misra orta məktəb dərsliyindən çıxarılıbdır. Yəqin ki, uyğun görməyiblər. Əslində şair bunu, bu hissəsini gerçəkdən biraz acıqla deyir. Bəlkə də heç evlənməyib o. Amma sadəcə daha anasına ehtiyac hiss eləmədiyi üçün daha bu ananı saymır. Əslində, valla adam anaları günahkar hesab eləmək istəmir, amma burada ananın nəsə çox böyük bir səhvi var. Ana səhv böyüdür. Ana nədirsə bu oğluna yaxşı tərbiyə verə bilməyib. Burada belə deyək, biz müəllimlərin də günah olub. Yəni, bir vicdanlı, əxlaqlı, haqqı qanmayan, içində vicdanı olan bir oğlu böyüdüb ortaya çıxara bilməmişik. Belə övladlar günümüzdə də var, xüsusilə bu təzə son dövr yetişən nəsil ki var, onlar qətiyyən özlərini heç kəsə borclu hesab eləmir, içində bir mənəvi borc yaşamır. İnanıram ki, bu şeir dinləyən hər bir gənc qətiyyən bu oğlun xarakterini öz daşımayacaq. Bu oğula içində olan qəzəbindən özündə də özünü tərbiyə eləmiş olacaqdır. Özünü tərbiyə üçün bu şeir gözəl bir nümunədir. Şeirin dili də çox şirindir, pafosu da çox gözəldir. Həm də pafoslu şeirdir. Bunu yəni xüsusi vurğulayım. Bədii təsvir ifadə vasitələrinin toxunası olsa, bədii sual işlənib, çoxlu metaforlara yol verilib. Məsələn, məktubları gəzdi gəldi, Bakının gəzdi gəldi, metafora yol verilib. İnversiya çoxdur.
təkrirlər var. Məsələn, qaytarsana sözləri, qaytarsana yerişi, qaytarsana gülüşü. Anaforada orada mesela qaytar, qaytar, onları qaytar qoyma. Sabaha burada həm bədii nida var, həm təkrir var. Şeir həm bədii cəhətdən gözəldir, dediyim kimi həm intonasiyası çox gözəldir, çox pafosdan demək olur. Şeirdə forma və məzmun vəhdəti var. Yəni burada şeirin qəzəbdən deyilən hissəsi ki var, və yaxud ağrılı, acılı hissələri ki var. Yəni forması ilə məzmunu da çox böyük vəhdətdədir. Elə ona görə də Kərim böyük şair. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.